Değerli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Bugün möhtəşəm xəbərlər var. Qarabağın Çempionlar Liqasındakı növbəti rəqibi Atletik Bilbao'dan maraqlı açıqlama var. Qapımıza 5-6 gol vuracaqlarını iddia edirlər. Daha ətraflı bir qədər sonra bu barədə danışacağım. Gündəmdə olduqca maraqlı futbol və transfer xəbərlər var. Sona qədər izləsəz, bütün bunlardan xəbərdar olacaqsınız. Düşünürəm ki, sona qədər izləməyə dəyər. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Mən isə xəbərləri geniş təfsilatı ilə sizin nəzərinizə çatdırıram. Dəyərli izləyicilər, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Qarabağ komandası Atletik Bilbao'nun qonağı olacaq İspaniyanın Bilbao şəhərində. Qarabağ komandası adətən Piriney təmsilçilərinə başağırı olmağı bacarır. Düşünürəm ki, bu dəfə də Qarabağ komandası eyni uğura imza atacaq. Yadınıza gəlirsə, Atletico Madrid kimi komanda ilə həm Bakıda, həm də İspaniyada heç etməyi bacarmışdı Qarabağ komandası. İndi bir ayağı çolaq Atletik Bilbao ilə niyə heç etməsin və yaxud üzərində qələbə qazanmasın? Məncə Qarabağ komandası İspaniya səfərindən xal qazana bilər. Düzdür, bir ayağı çolaq deyirəm, amma o çolaq ayağı qayıtdı dəyərli dostlar. Nico Williams İspaniya mətbuatının verdiyi məlumata görə artıq zədəsini sağaldıb və sıralara dönüb. Düzdür, oyun praktikasından bir müddət əziyyət çəkə bilər, amma Qarabağın oyuna qədər hələ vaxt var və tam özünü bərpa edə bilər. Bu futbolçunun qayıtması heç yaxşı olmadı, çünki rəqib komandanın ən təhlükəli futbolçusudur. Eyni zamanda dünyanın ən təhlükəli futbolçularından biri sayılır dəyərli dostlar. Barcelona komandası transfer edəcəkdi. Nəysə bu transfer baş tutmadı. Təəssüflər olsun ki, baş tutmadı. Kaş ki keçəydi Barcelona'ya, Atletik Bilbao'da qalmasaydı daha yaxşı olardı. Hər halda artıq o sıralara dönüb Qarabağın da düşərgəsində Marko Yankoviç bir həftə sonra artıq yavaş-yavaş geri dönməyə başlayacaq. Yəqin ki, Atletik Bilbao ilə oyuna qədər zədəsini sağaltmış olacaq, komandalarla məşqlərə başlayacaq, amma 90 dəqiqə meydanda olub-olmayacağı, yoxsa sonradan meydana daxil olacağı, ümumiyyətlə meydana bəlkə buraxılmayacaq, bu qərarı verən Qurban Qurbanovdur. Görəcəyik, yaşayacaq, görəcəyik dəyərli dostlar. Amma ümid edirəm ki, tezliklə sağalar və sıralara dönər. Çünki komandanın əsas futbolçularından biridir Marko Yankoviç. Onun yoxluğu daimə hiss olunur. Dəyərli dostlar, bu arada Qurban Qurbanov artıq Atletik Bilbao'nun təhlilinə başlayacaqlarını açıqlayıb. Bu o deməkdir ki, Qarabağ üzərində də qələbə qazana bilərik. Qurban Qurbanov təbii ki, yenə də iş başındadır. Dəyərli dostlar, Nico Williams'dan da açıqlama var. O, komandasının, yəni Atletik Bilbao'nun azarkeşlərinə müraciət edib. O bildirib ki, mən qayıtdım. Komandamız ilk 2 turda Arsenal'a 2-0, Borussia Dortmund'a 4-1 hesabı ilə məğlub oldu. Böyük hesablı məğlubiyyətlərdir. Bu acı idi, amma futbolda belə hadisələr baş verir. Geri dönüş edəcəyik. Qarabağla oyunda ilk 3 xalımızı qazanacağıq. Qol fərqini də aradan qaldıracağıq, çünki Qarabağla oyunda çox sayılı qol vurmağı düşünürəm, deyə Atletik Bilbao'nun futbolçusu Nico Williams bildirib. Hər halda Qarabağı yaxşı tanımır, ya da ki, arzusunu, istəyini belə dilə çatdırır, dilə gətirir. Ümid edək ki, dedikləri, arzuları ürəyində qalar və Qarabağ komandası bu görüşdə qələbə qazanar və xalımızı inşallah 9-a yüksəldərik. Bu arada Qarabağ komandası 2 turdan sonra bildiyiniz kimi 6 xalı var və Çempionlar Liqasında 36 komanda arasında ilk 1-6-cı yeri bölüşür. Kimlərlə? Real Madridlə, Bavariya ilə, PSG ilə, Inter Milanla, Arsenal'la. Dünyanın ən güclü klubları ilə. Hər halda artıq o cədvələ baxanlar Qarabağ, Azərbaycan klubunu yaxşı tanıyırlar və artıq Qarabağı məncə dünyada tanımayan yoxdur. Uğurlar, uğurlar, uğurlar. Yalnız bu uğurların davamını gəlməsini arzu edirəm. Ümid edirəm ki, yaxşı da olacaq. Qarabağ üçün daha bir problem və ciddi problem deyərdim. Futbolçuların milli komandaya dəvət olunmasıdır. Deyəcəksiniz, niyə problemdir? İndi onu izah edeyim. Birincisi, ötən dəfə də yadınıza gəlirsə, Nəriman Axundzadə milli komandanın düşərgəsində zədələndi. Bu dəfə də hansısa futbolçunun zədə alma ehtimalı hətta keçən dəfəkindən daha çoxdur. Səbəbini də deyəcəm. Bəli, ilk öncə məlumat verim ki, milli komandamızın düşərgəsinə artıq çağırılan futbolçuların adları da bəllidir. Baş məşqçi Ayxan Abbasov Dünya Çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parc des Princes-də Fransa yığmasına qarşı, oktyabrın 13-də isə
Polşanın Krakow şəhərində yerləşən Krakovya stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. Dəyərli dostlar, heyət barədə məlumat verməzdən öncə onu deyim ki, Fransa millisi Azərbaycan millisini ən böyük hesabla məğlub etmiş milli komandada 10-0 hesabı ilə məğlub ediblər bizi bir dəfə. Bir dəfə də 2-0 hesabı ilə məğlub ediblər. 2 dəfə qarşılaşmışıq bu milli komanda ilə. Ümid edirəm ki, bu dəfə biabırçı nəticə qeydə alınmaz, amma gözləntilər təbii ki, böyük deyil milli komandamızdan. Ümid edək ki, uğurlu çıxış edərik, şans bizim tərəfimizdə olar. Bəli, Fransa dünya ulduzlarına ibarət bir komandaya qarşı çox çətin oyun bizi gözləyir və qapımızı mümkün qədər toxunulmaz saxlamaq üçün əlimizdən gələni futbolçular ortaya qoymalıdırlar. Futbolçular kifayət qədər yorulacaqlar, zədə alma ehtimalları da yüksəkdir. Çünki çox yüksək tempdə oynayan bir komandaya qarşı oynayacaqlar. Ardından 3 gün sonra yenə də Polşanın Krakow şəhərində Ukrayna millisinin qonağı olacaqlar. Bu maçda inanın ki, Fransa ilə qarşılaşmadan heç də zəif qarşılaşma olmayacaq. Nəyə görə? Çünki Bakıda heç-heçə etmişdik Ukrayna millisi ilə. Gözlənilməz bir nəticə idi və bu nəticədən sonra Ukrayna millisi ölkəsində çox tənqid olunmuşdu. Ona görə onlar cavab görüşündə milli komandamız üzərində qələbə, hətta mümkünsə böyük hesabla qələbə qazanmağa çalışacaqlar. Ona görə çox çətin oyun gözləyir bizi, dəyərli dostlar. Həm Ukrayna millisinə qarşı, həm Fransa millisinə qarşı və belə olduqda Qarabağın futbolçuları da milli komandanın düşərgəsində həm yorulacaqlar, həm zədə almaq ehtimalları yüksəkdir, dəyərli dostlar. Bəs milli komandaya hansı futbolçular çağırılıb? Qısa olaraq onu da sizin nəzərinizə çatdırım. Şəhrüddin Məhəmmədəliyev, Qarabağ, Aydın Bayramov, Zirə Rıza Cəfərov, Neftçi, Bəhlul Mustafazadə, Qarabağ, Anton Krivetsyuk, Dijon Hana, Elvin Bədəlov, Neftçi, Cəlal Hüseynov, Arda, Bolqarıstan komandası, Rəhman Daşdəmirov, Sabah, Abbas Hüseynov, Qarabağ, Faiq Hacıyev, Turan Tovuz, İsmət Əliyev, Zirə, Elvin Cəfərqüliyev, Qarabağ, Rahil Məmmədov, Araz Naxçıvan, Emin Mahmudov, Neftçi, Murad Xaçayev, Neftçi, Sabıqı Abdullazadə, Sumqayıt, İsmail İbrahimli, Zirə, Abdullah Xaybullayev, Sabah, Tural Bayramov, Qarabağ, Ceyhun Nuriyev, Zirə, Rüstəm Əhmədzadə, Sumqayıt, Anatoli Nuriyev, Sabah, Mahir Əmrəli, Kaiserslautern, Almaniya, Renat Dadaşov, Motor, Polşa, Musa Qurbanlı, Qarabağ, Nəriman Axtuzadə, Qarabağ. Bu arada bunu da sizin nəzərinizə çatdırım, dəyərli dostlar. Ola bilsin ki, Mahir Əmrəli Qarabağın düşərgəsinə qayıtsın. Kaiserslauternda hal-hazırda əsas heyətə düşməkdə çətinlik çəkir və baş məşqçi ilə desən aralarında yüngül bir problem də var. Soyuq münasibət hiss edirəm, dəyərli dostlar. Və Çempionlar Liqasında Qarabağın çıxış etdiyini görən Mahir Əmrəli yəqin ki, Qarabağa gəlmək istər. Təbii ki, bu bir iddiadır, dəyərli dostlar. Mahir Əmrəli Qarabağa qayıda bilər və onu iştirak ərəzəsinə də əlavə edə bilər Qarabağ komandası. Ona görə Mahir Əmrəlinin bəlkə də ola bilər ki, Qarabağa qayıtmaq fikri olsun. Bu barədə bir məlumat dolaşır. Tam dəqiqləşdirib inşallah sizlərə bu barədə məlumat verərəm. Bu arada Sabah komandasının futbolçusu Julian Mikkelsin zədəsi ilə bağlı sizə məlumat verim. Dünəndən mətbuatda onun bel sümüyünün sındığı da belə bir məlumatlar paylaşılır. Bəli, o toqquşmadan sonra qapıçının səhvləməsə dizi toxunmuşdu onun kürək nahiyəsinə və qabırğasının zədələndiyi bildirilir, dəyərli dostlar. Bel sümüyü sındı deyə belə çox belə faciəvi bir hadisə kimi göstərməyə çalışırlar. Bəli, üzücü hadisədir. Bir futbolçunun qabırğası sağalması ən azı 1-2 ay vaxt alacaq. Meydana qayıtması biraz çətin olacaq. Amma yəni bel sümüyü deyəndə biraz insanlar onurğa başa düşürlər və bu biraz qorxu yaradır. Julian Mikkelsin vəziyyəti yaxşıdır. Sadəcə qabırğasında ya çat ya sınıq var. Bugünkü müayinələrdən sonra tam dəqiqləşəcək, bilinəcək, dəyərli dostlar. Bəli, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Sizcə Qarabağ komandası Çempionlar Liqasında Atletik Bilbao səfərində qələbə qazana biləcəkmi? Ümumiyyətlə Qarabağ komandası Çempionlar Liqasında nə qədər xal qazana bilər və növbəti mərhələyə yüksələ bilərmi? Bu barədə siz də öz fikirlərinizi yazın və ekranda gördüyünüz videonu izləyin. Çünki bu video məhz o barədədir. Qarabağ komandasının Çempionlar Liqasında növbəti mərhələ şansları və neçə xal toplayacağı, növbəti mərhələyə yüksəlmə şansları və s. Bu barədə bir videodur. Sağ olun, növbəti videoda görüşərik.